Mən xaricdə təhsil alım. Ancaq o dövrdə mən ailəmi, xüsusilə də atamı heç cür razı sala bilmirdim xaricə getməyə və məcbur oldum ki, Bakı Dövlət Universitetində magistratura təhsili alım. Xaricə getməyə ancaq İsveçrədəki proqramları qazansam. Niderlandda Canon şirkətində işləyən Gülnar qonağımızdır. Xoş gəldin Gülnar. Təqaüd də qazanmışdım. Normalda yəni o konfransın biletləri 1000 plus dollara olan bir konfransdır. Qaldı ki, getmə xərcləri, orada qalma xərcləri yəni çox bahadır. Bəs Amerikada bir konfransa qəbul olmuşam. Atam dedi ki, "Aha qızım, bəs nə eləyəsən? Bu dəqiqə sənin vizan İsveçrə səfirliyindədir." Mamam orada şok, mən burada şok, nənəm də yanında, nənəm də şok ki, atan nə danışır bana. Bəs nə oldu? Ancaq İsveçrə idi, Amerika harada Gülnar? Twitter'dan intervyu imkanı qazanmışdım. Mən bilim iş müsahibəsindən də kəsilmişəm, IBM-dən də kəsilmişəm. Onlardan gülməlisi də Twitter'ınki idi. Çox böyük fürsətlər var. Əslində biz o fürsətləri bilmirik. O fürsət oldu da sənin ayağına gəlir. Sənə əgər bir sual veriblərsə, sən başlamalısan brainstorming eləməyə. Bu həm sənin nə düşündüyünü ona göstərir. Sən sakitcə dursan, o düşünür ki, sən artıq dayanmırsan. Balanslı şəkildə qursunlar. Həyat və iş balansı onlar üçün çox önəmlidir. Amma kənardan gəlmələr, məsələn, mənim kimi bir Azərbaycanlı özünü orada öldürür ki, onu bəyənsinlər. Çətin idi məndən ötürü, övladımı itirmək təhlükəm var idi və mənim hamiləlik dövrüm 8 ay olub, mənim 11 ay erkən doğulub. Və onun 7 ayını mən yataqda uzanaraq keçirmişəm. Mənə oturmağa belə həkim icazə vermirdi ki, sən ümumiyyətlə tərpənmə, ki sənin övladın yaşaya bilsin. Bu fikrimdən əl çəkdim ki, mən xaricə müraciət etməyim. Də nə qədər müraciət edə bilərsən ki, dedim ki, yox, mümkündür, etməliyəm. Laptopumu gətizdirdim. Mamam mənə balaca bir taxta almışdı. Hansı bir taxtanın üzərinə kompüteri qoyub, o taxtanın üzərindən aşırdıb, uzanaraq belə işləyə bilərsən. Mən onun üzərində başladım sənədlərimi hazırlamağa, müraciətlərimi eləməyə. İnana bilməzdim ki, mən təkrar ayağa qalxa biləcəm. Düşünürdüm ki, mənim ömrüm burada keçəcək sanki. Yəni bu bitməyən bir şeydir kimi düşünürdüm. Çox sıxılırdım. Dedilər ki, heç bir müsahibə lazım deyil. Mən belə dondum, qaldım. Dedi ki, niyə elə baxırsan? İstəmirsən kanalda işləmək? Dedim ki, çox istəyirəm. Sadəcə bu mənim illərdir xəyalımdır və bu dəqiqə bu reallaşır. Salamlar, hər birinizi Texon Talks kanalında xoş gördük. Bugün Niderlandda Canon şirkətində işləyən Gülnar qonağımızdır. Xoş gəldin Gülnar. Xoş gördük. Səni uzun müddətdən sonra burada görmək çox xoşdur. Ümid edirəm ki, səndən çox maraqlı bir dialoqumuz olacaq bugün. Mən də ümid edirəm. İnanıram ki, də elə olacaq. Çox təşəkkür edirəm məni çağırdığın üçün, bugün vaxt ayırdığın üçün. Mənim üçün də yəni bir zövqdür bura gəlmək. Aha. Gəl başlayaq. Sən hal-hazırda özünü bizə təqdim elə. Auditoriyamız qoy səni yaxından tanısın. Adım Gülnardır. Artıq 3 il yarımdır ki, Hollandiyada yaşayıram. Hollandiyaya doktorantura təhsili almaq üçün getmişdim. Təhsilimi tamamladıqdan sonra Canon şirkətində işləməyə başladım. Təhsilim müddətində də bitirmə layihəmi Canonda edirdim. Artıq 2 il yarımdır ki, haradasa Canon şirkətində işləyirəm. Canon şirkətində hansı vəzifədə işləyirsən? Software injiniyirəm. Aha. Amma buna qədər sən artıq müəyyən bir proqramlarda iştirak edirdin. Bakı dövləti bitirmişdin, təcrübə proqramında iştirak etmişdin Azərseldə. Daha sonra haralara getdin? Mən sənin səssivi, sorağını Amerikadan, daha sonra digər ölkələrdən alırdım. Bakalavr təhsilimi Bakı Dövlət Universitetində tamamladıqdan sonra magistr təhsilimə də orada başladım. Amma magistr təhsilinə başlayarkən ürəyimdə bir arzu var idi ki, mən xaricdə təhsil alım. Ancaq o dövrdə mən ailəmi, xüsusilə də atamı heç cür razı sala bilmirdim xaricə getməyə və məcbur oldum ki, Bakı Dövlət Universitetində magistratura təhsili alım. Dedim, heç olmasa karyeram üçün artıq bir şeylər edim, 4 ili boşa vermişəm, heç bir şey etməmişəm, yaxşı təcrübə toplamamışam. Ona görə birinci Amiyada işləməyə başladım. Amiyada işləyərkən də proqramlaşdırma sahəsinə keçid etmək istəyirdim. Buna görə də AZS-də təcrübə proqramına müraciət etdim. Ancaq eyni zamanda da ata mən xaricə getsəm ölmərəm, başıma bir iş gəlməz, hər şey yaxşı olar mənim üçün. Bu fikirlərə inandırmağa da davam edirdim.
Artıq Azərselə qəbul olmuşdum və həmin müddətdə də xaricdə CERN-in təcrübə proqramı vardı. Ona müraciət etmək istəyirdim və hər gün də təbliğatlarım davam edirdi atama. Bir təhər Şüur altında işləməyə çalışırdın. İşləməyə çalışırdım, CERN-in videolarını göstərdim. Bax, insanlar orada nə cür böyük işlər görürlər. Mən getsəm gör hansı komandanın parçası ola bilərəm. Bu tipli fikirlərə alışdırmağa çalışırdım. Bəxtim gətirmişdi ki, atamın elmə, fizikaya falan marağı var. CERN-i tanıdı. Baxdı ki, İsveçrədədir. Dedi ki, bir şərtlə sənə icazə verərəm xaricə getməyə, ancaq İsveçrədəki proqramları qazansam. O qədər yəni limiti daraltdı ki, interval o qədər balaca idi ki, dedim ki, heç nə olmaz. Ən azından, yəni bu bir fürsətdir. Müraciət etdim. Eyni zamanda Azərselə də müraciət etdim. Yaxşı ki də etmişəm. CERN-ə qəbul olmadım həmin il, ancaq Azərselə qəbul oldum. Baramaya gəldim. Səninlə tanış olma fürsətim oldu. Nə yaxşı ki. Məncə də nə yaxşı ki. Daha sonra orada təcrübə proqramım Software Engineering ilə bağlı bir proqram idi. Layihəni bitirdikdən sonra İmran müəllim məni bir kursa yönəltdi və həmin kursda mənim artıq yolum Azərbaycandakı mentorum Şəhriyar Rızayevlə kəsişdi və Şəhriyar müəllim mənə gözümün açılmasından ötürü, o fürsətləri görə bilməyimdən ötürü, o fürsətlərə necə yanaşmalıyam, necə etməliyəm ki, bu fürsətləri əldə edə bilim. Bununla bağlı mənə çox məsləhətlər verdi. Özünün də xarici təcrübəsi var idi. Buna görə bizim onunla günlərimiz çox produktiv keçirdi. Və ondan sonra artıq mən İPFL-ə müraciət etdim və İlk təcrübəm, xaricdəki ilk təcrübəm İPFL oldu. İPFL Universiteti İsveçrədə olan universitetlərdən biridir və hal-hazırda bilmirəm neçənci yerdədir. Ancaq o vaxtı mən müraciət edən vaxtı Avropanın ən reytinqli 3-cü universiteti idi və top 10-larda mı 20-lərdə bir yerlərdə. Çox yaxşı bir, çox prestijli bir universitet idi. Atanın limiti səni haralara gətirib? Bəli, yəni normalda bəlkə də ki, mən İPFL-ə heç vaxt müraciət etməzdim. Oradakı magistratura proqramı ilə maraqlanırdım. Əslində çox vaxt tələbələr məndən soruşurlar fürsətləri paylaşanda ki, siz bunları hardan tapırsınız? Mən magistr proqramı, doktorantura proqramı axtardıqca onlar mənim qarşıma düşürdülər. İPFL proqramında elə tapmışdım. Magistr proqramlarıyla maraqlanırdım İsveçrədə. Baxdım belə bir universitet var. Yay təcrübə proqramı var. Mən bura müraciət etdim. Eyni ildə yenə CERN-ə müraciət etdim. İkinci dəfə CERN-dən yenə kəsildim. Ancaq İPFL-ə qəbul olmuşdum. Atam da eşidən kimi çox sevindi. Zaten mənə söz vermişdi ki, İsveçrəyə qəbul olsan gedəsən. Elə hazırlaşdım, getdim. İPFL nəticələrinin çıxdığı artıq bir neçə ay idi. Mən artıq viza hazırlığına başlamışdım. Eyni vaxtı Amerikada bir konfransa müraciət etmişdim. Grace Hopper Celebration, hansı ki hər il Amerikanın müxtəlif şəhərlərində keçirilir. Qadınlar arasında keçirilən bir konfransdır. Müəyyən sayda qadınlara təqaüd imkanları da verirlər. Və mən ona da müraciət etdim. Ancaq ona tamamilə, yəni olar, olmaz fikri ilə müraciət etdim. Mənim qrup yoldaşlarımdan biri məndən bir il öncə ora qəbul olmuşdu, getmişdi, onu da görmüşdüm. Çox xoşum gəlmişdi. Və təsadüfən elə alındı ki, ondan da cavab çıxdı. Ondan da müsbət cavab çıxdı. Üstəlik təqaüd də qazanmışdım. Normalda, yəni o konfransın biletləri 1000 plus dollara olan bir konfransdır. Qaldı ki, getmək xərcləri, orada qalmaq xərcləri yəni çox bahadır. Və çox sevindim. Ancaq düşündüm ki, bura İsveçrə deyil, atam məni ora buraxmaz. Zəng elədim axşam və sevinə-sevinə ki, sadəcə xəbər verim ki, belə bir şey də var da. Dedim ki, ata, bəs Amerikada bir konfransa qəbul olmuşam. Atam dedi ki, qızım, bəs nətər eləyəsən? Bu dəqiqə sənin vizan İsveçrə səfirliyindədir. Mamam orada şok, mən burada şok, nənəm də yanında, nənəm də şok ki, ata nə danışır ay bala. Bəs nə oldu, ancaq İsveçrə idi, Amerika haradır ay Gülnar? Atam baxdım ki, artıq yəni qəbul etdi ki, mənim önümü açsa, mən çox yaxşı yerlərə gedə bilərəm. Və ondan sonra mənə ancaq başladı dəstək olmağa. Yaşıl işıq yandı. Yaşıl işıq yandı, hətta mənim viza problemim var idi. İsveçrə səfirliyindən mənim vizam gec gəldi. Amerika səfirliyində görüş yerini qaçırmışdıq. Atam araya tanıdıqları saldı. Mənə səfirlikdə yer ayırdılar, önə çəkdilər mənim görüşümü. Yəni çox çətinliklə mən o vizanı aldım. Amma yəni mənim atam yox gedə bilməzsən deyən insandan tamamilə mənə dəstək olan bir insana çevrildi. Məncə o sənin potensialını da gördü ki, bu nələr eləyə bilər.
Yəni onları gördü və nə kimi fürsətlər ola biləcəyini də gördü. Ondan sonra artıq dəstək olmağa başladı. Ona görə hansısa xanım mənə deyəndə ki, mən icazə vermirlər, deyirəm ki, vazgeçməyin. Arxasınca gedin. Bilmək olmaz ki, bir ildən sonra fikirlər nə olar. Amerikadakı proqramda sən hansı şirkətlərə sonra səyahət etdin? Çünki mən səni izləyəndə baxırdım ki, müxtəlif şirkətlərə artıq sən getmişdin, orada mühiti görürdün. Hansı şirkətlər idi? Grace Hopper Celebration təlimlərlə, seminarlarla bir yerdə eyni zamanda böyük bir karyera sərgisi edir 4 gün boyunca. Orada da Google-dan, Amazon-dan tut, Uber-ə qədər, yəni ağlına gələ biləcək bütün texnologiya şirkətlərinin orada stendini görə bilərsən. Və elə yaradırlar ki, orada o mühiti, atmosferi elə yaradırlar ki, sənin oradaca birbaşa işə, internshipə müraciət etmə şansın olur. Ona görə CV-ni öncədən çıxartmalısan, özünlə aparmalısan. Orada bir-bir stendlərə yaxınlaşırsan və əgər sənə maraqlıdırsa, onlardan soruşursan hansı təcrübə proqramlarınız var, kimlər üçün fürsətlər var. Məsələn, fiziki məhdudiyyəti olan xanımlar üçün ayrıca proqramları olur ki, normalda heç bir fiziki məhdudiyyəti olmayan xanımlar ora müraciət edə bilməz. Onlar intervalı daha da balacaladırlar ki, daha da limitləyirlər ki, o xanımlara daha çox fürsət olsun. Məsələn, mən belə şeyləri hər yerdə görməmişdim, orada görmüşdüm. Yəni xüsusi imkanlar yaradırlar ki, onlar da iş dünyasında özünü tanıtsın. Bəli, məsələn, xüsusi etnik qruplar üçün təcrübə proqramları olur, mən veteranlar üçün sonra görmüşdüm ki, yəni əgər sən artıq təqaüdə çıxmısan, 40 yaşında tutaq ki, veteransan və yaxud da ki, tutaq ki, müəyyən yaralanmısan, necə deyirəm, bizim mentalitetdə desək, qanunvericilə desək, bilmirəm necə deyim. Məsələn, qazi olmusansa, yaralanmısansa və təqaüdə çıxmısansa, tutaq ki, sənin üçün xüsusi proqramlar olur və həm sahibkarlığa dəstək olur, həm işə götürməyə, hətta IT proqramları belə cəlb edirlər. Eynən, qaradərili xanımlar üçün ayrıca olur ki, məsələn, ağdərili xanımlar ora müraciət edə bilmir. Onlar üçün çox böyük fürsətdir ki, onlara daha çox imkanı yaradırlar, daha çox önə çəkməyə çalışırlar. Məsələn, mən bu tip şeyləri orada gördüm. Və orada da elə oradaca gördüm ki, əslində biz Azərbaycanlıların da, xüsusilə xanımların da xaricdə işləmək üçün çox böyük fürsətlər var. Sadəcə bizim xəbərimiz yoxdur bunlardan. Mən elə düşünürdüm ki, bizim təcrübə proqramı qazanmağımız, məsələn, lokalda təhsil almısansa, xaricdə çıxıb o təhsillə önə gedə bilməzsən, irəliləyə bilməzsən deyə düşünürdüm. Amma baxdım ki, orada maraq var. Mənim CV-mə belə orada maraq var. Hansı ki, mən deyim ki, mənim CV-mə belə, mən CV-mi o qədər zəif hesab edirdim. Ancaq o CV ilə mən Twitterdan intervyu imkanı qazanmışdım. O da əslində belə maraqlı bir... Necə olmuşdu? Yəni, məsələn, mən onu səni araşdıranda ümumiyyətlə oxudum ki, Twitterdən iş müsahibəsindən kəsildim. Belə bir post idi. Ümumiyyətlə, Twitterdən iş müsahibəsinə girib çıxmağın özü böyük bir şeydir. Müsahibəyə necə dəvət almışdın? Əslində, bu tip təcrübələrim çoxdur. Google-dan da kəsilmişəm, Google-un iş müsahibəsindən də kəsilmişəm, IBM-dən də kəsilmişəm. Onlardan gülməlisi də Twitter-ınki idi. Sadəcə o fürsəti qazanma prosesi çox gülməli idi. Ona görə onu izləyicilərimlə bölüşmək istəmişdim. Elə həmin karyera sərgisində idi. Mən əlimdə CV-lərim yenə məni heç kəs istəməz fikirləri ilə stendlər arasında gəzərkən çirkin ördək balası kimi. Niyəsə Twitterin önündə dayandım. Mən dayananda orada bir xanım vardı, mühəndis xanım vardı. Elə əlini atdı, CV-mi çəkdi CV-lərin içərisinə. Dedi ki, maraqlanırsan sən Twitterda işləməklə bağlı, təcrübə proqramı keçməklə bağlı? Dedim ki, hə, maraqlanıram. Belə dedikdən sonra həmin axşam Twitterın özünün xüsusi partisi var idi ki, hər kəsin dəvət olunmadığı, sadəcə dəvətnamə ilə gedə bilirdin. Çıxardı cibindən bir dəvətnamə verdi, dedi ki, axşam məni taparsan həmin partidə, biz səninlə danışarıq, görüm sənin hansı texniki bacarıqların var, hansı proqramlarla maraqlanırsan, bunları danışaq. HR-ın gözünə girmək belə bir şeydir. Yəni heç bir şey də etmədim əslində. Ona görə deyirəm ki, çox böyük fürsətlər var. Əslində biz o fürsətləri bilmirik. O fürsət orada sənin ayağına gəlir. Və mən ora gedəndə axşam partidə o xanımı tapa bilmədim. Çox axtardım. Yəni əsl parti mühiti də belə düşün ki, bənövşəyi göy işıqları yanır. Xanımı mən bir dəfə görmüşəm. Necə tapa bilərəm ki, tapa bilmədim. Heç nə, yedim, içdim, əyləndim, axşam qayıtdım otelə. Bir neçə gündə keçdi. Oradan ayrıldıq, gəldik evə.
səhərsi günü idi artıq, Amerikadan qayıtmışdım. Axşam vaxtı idi, gedirdik bibimgilə, qəfildən mənə bir e-mail gəldi. Baxdım ki, Twitter domeni ilə gəlibdi. Həmin xanım mənə yazıb ki, bəs biz səninlə karyera sərgisində tanış olduq və mən istəyərdim ki, təcrübə proqramlarını səninlə dəyərləndirək. Nə vaxt danışa bilərik? Dedim sizə uyğun ilk vaxtda. Vaxt təyin etdik. İlk müsahibə oldu. İlk müsahibə daha çox CV-dəki bacarıqlarınla bağlı, təcrübələrinlə bağlı, nələr etmisən, nələr sənə maraqlıdır, bunlarla bağlı olur. İlk müsahibə yaxşı keçdi. Sonra ikinci müsahibəyə dəvət olundum. Çox dəhşətli idi. Mənim üçün ilk dəfə qlobal tech sahəsində bir müsahibə idi. Hər şeyi tamamilə səhv etdim. Nələri səhv etdin konkret olaraq? Məsələn, mənə sual verir, mən dayanıb onu fikirləşirəm. Səsimi də çıxartmıram. Səssizlik çökür və adam bilmir ki, mənim beynimdə bu dəqiqə nələr fırlanır. Hansı ki, texniki müsahibələr belə olmamalıdır. İstənilən yerdə sənə əgər bir sual veriblərsə, sən başlamalısan brainstorming eləməyə. Bu həm sənin nə düşündüyünü ona göstərir. Sən sakitcə dursan, o düşünür ki, sən artıq dayanmısan, donub qalmısan. Halbuki sən fikirləşirsən əslində. Amma sən səsi düşünməyə başlayanda, o bilir ki, sənin bu dəqiqə beynindən keçənlər nələrdir. Əgər sən yaxınlaşmısansa və yaxud da çox uzaqlaşmısansa, sənə kömək də edə bilir. Sənə hint də verə bilir. Bu həqiqətən də olur. Yəni düşünməyək ki, onlar orada oturub bizi kəsməyə. Onlar orada oturublar ki, yəni orada eləşən eqoları ilə oturmuş bir yox, qətiyyən. Orada oturan çalışır ki, səni işə götürsün. Sənin o bacarıqların var ki, onları tapsın, çıxartsın ki, aha bunlar var, bunları edə bilir, bunlar mənim layihəmə uyğundur. Mən bu adamı götürsəm, bundan fayda alaram. Bəs onlara maraqlıdır ki, Azərbaycandan olan biri gəlsin tutaq ki, Amerikada və yaxud da ki, Azərbaycandan remote işləsin. Onlara həqiqətən bu maraqlıdır? Əlbəttə ki, maraqlıdır. Çünki onların yığdıqları komandada daha çox beynəlxalq qlobaldan olan insanlar olur, beynəlxalq mühit yaranır və daha yaxşı olur. Və mən məsələn özümdən götürürəm. Mən digər iş yoldaşlarım kimi işləmirəm. Onlar saat 5 olur, bitir. Onlar üçün artıq gün bitib. Mənim komandada ən yaxın işlədiyim, bir yerdə layihələrimizi işlədiyim, biraz da dost münasibətimin olduğu iş yoldaşım Hollanddır. Və o mənim iş mühitimi görəndə, iş saatlarımı görəndə, axşam açır olur ki, nəsə bir şey yazır. Baxır ki, Teamsdə mən yenə onlaynam, deyir ki, oh my god, you are crazy. Bu nədir belə? Yəni bu saatda niyə sən onlaynsan? Mən bitirmə layihəmi edəndə elə olurdu ki, mən erkən oyanırdım. Ümumiyyətlə erkən oyanan biriyəm. Səhər saat 5-də falan oyanmağı mən çox sevirəm. Və bəzi vaxtlar da elə olur ki, saat 3-də başlayıram. 3-dən erkən başlamıram adətən, 3-də başlayıram. 3 gecədir məncə. Məncə səhərdir. Məncə səhərdir. Olsun. Başlayıram o saatlarda. Bitirmə layihəmi edərkən kodları yazıram, Gitdə push edirəm və orada saatı da düşür ki, 3:07, 3:15 filan. Səhərsi gün mən gələndə oturmuşam, nəsə danışıram supervizoruma. Supervizorum dedi ki, mən sənə birinci bir sual vermək istəyirəm. Sən 3-ə kimi işləyirdin, yoxsa 3-dən sonra mı başlamışdın? Bunlar üçün çox qəribə bir şeydir bu. Hollandlar məsələn iş saatlarını çalışırlar ki, balanslı şəkildə qursunlar. Həyat və iş balansı onlar üçün çox önəmlidir. Amma kənardan gəlmələr, məsələn, mənim kimi bir Azərbaycanlı özünü orada öldürür ki, onu bəyənsinlər. Mənim Belçikalı iş yoldaşım da var. Əslində Avropalıdır. O mədəniyyətlə böyüyüb, amma o da özünü öldürür. O da axşamlar oturur işləyir. Və mən ona görə düşünürəm ki, beynəlxalq olması komandanın onlara sərf edir. Mən elə düşünürəm. Fərqli iş mədəniyyəti, işi daha çox mənimsəyirlər, məsuliyyət daha çox götürürlər, özünü təsdiq eləməyə çalışırlar. Yəni, bəziləri var, bəzi ölkələrdən gələnlər var ki, mən də onları görürəm ki, çox da elə işləməyi sevmirlər. Amma mənlə bir yerdə başqa bir Azərbaycanlı işləyir, o da özünü öldürür. Can yandırırlar. Yəni. Bu yəqin ki, olduğun ölkədə insanların can yandırmadığı
başqa ölkələrdən gələnlərin isə daha çox can yandır, bu işi itirməmək istəyi ilə bağlıdır. Yəni ki, Mənə elə gəlir. Çünki bir Holland işsiz qalsa, ona nə olacaq ki? Heç bir şey. 3 aydan 5 aydan sonra başqa bir iş tapar, işinə davam edər. Ailəsi yanındadır, atası anası yanındadır. işsizlik sığortası. Eyni ildə yaşayırlar, işsizlik sığortası var. Yəni, o qədər imkanları var ki, hər halda ac qalmaz. Yəni, təbii ki, mən də ac qalmaram, mən də ailəmdən dəstək alaram ən pis halda. Ancaq 3 aydan sonra əgər mən iş tapmasam, mənə deyirlər ki, buyur ölkənə. Qayıdasan Yəni Azərbaycana. buyur ölkənə və mən də qayıtmaq istəmirəm. Ona görə yəni mənə lazımdır ki, mən artıq orada dırnaqlarımı keçirim o işə ki, məni heç kəs göndərməsin, ən azından düşünsün ki, yaxşı bu tapşırığı yaxşı eləmədi. Axı bu can yandırır. Axı bu həqiqətən nəsə etmək istəyir. Mənim digər sualım sənin doktorantura təhsilindən bağlıdır. Niderlandda Eindhoven Texnologiya Universitetində təhsil almısan. Ümumiyyətlə Eindhoven Texnologiya Universiteti müəyyən fakültələrini ixtisaslarına görə xüsusilə seçilir. Sən oxuduğun proqram da xüsusilə seçilənlər arasındadır. Bizə maraqlıdır, doktorantura proqramına necə qəbul oldun? Həmin vaxt həyat şərtlərin necə idi? Bilirəm ki, danışmaq biraz çətin ola bilər, amma çox maraqlıdır. Bir qadın üçün doktorantura təhsili necə çətin ola bilər? İngiliscə bir söz istifadə edəcəm. Challenge deyirlər. Başından sonuna həqiqətən challenge-dir. Çünki mən ailə qurdum. Ailə qurduqdan sonra biz yoldaşımla qərar verdik ki, bir il Azərbaycanda qalaq. Ancaq yoldaşıma qədər də mən Avropada, xüsusilə Avropada təhsil almaq istəyirdim. Çünki magistr təhsilimdən, bakalavr təhsilimdən razı deyildim, yaxşı iş tapa bilmirdim, iş yerlərində də tam mənada özümü tapa bilmirdim. 2 dəfə xaric görmüşdüm deyə artıq baxırdım ki, alınmır. Və 2019-cu ildə İsveçrədən qayıtdım. Üzərindən bir 15 gün keçdi, Amerikaya getdim, gəldim. Gəldikdən sonra baxdım ki, yox, mən burada işləyə bilməyəcəm. Ona görə işdən çıxdım, həmin vaxt Smax Technologies'də işləyirdim. Onlarla vidalaşdım, getdim, oturdum atamın evində, başladım oxumağa. Və artıq müraciət prosesi başlayanda mənim üçün universitetlərə, mənim yoldaşım həyatıma girdi və artıq planlarıma onu da daxil etdim. Və qərarlaşdırdıq ki, bir ildən sonra biz gedək. Və mən həmin dövrdə IELTS-ə təkrar hazırlaşdım, IELTS sertifikatı aldım və Eindhoven Texnologiya Universiteti mənim ağlımın bir yerlərində idi. 2019-cu ildə mən İsveçrəyə ilk gələndə ətraf ölkələri səyahət edirdim. Eindhoven Texnologiya Universitetində mənim bakalavrdan olan bir qrup yoldaşım var idi, Nəzrin. O orada təhsil alırdı. Məni dəvət etdi ki, gəl Hollandiyaya bir branda gör. Mən onda Eindhovenə gəldim və Hollandiyanın ilk gördüyüm şəhəri Eindhovendir. Gəldi, avtobus saxladı Eindhoven Texnologiya Universitetinin yanında. Düşdüm, Nəzrin məni orada qarşıladı. Girdik kampusa, Nəzrin kampusun içərisində yaşayırdı. Orada Luna binası var, tələbələr üçün. Orada yaşayırdı. Və məncə Eindhoven Texnologiya Universitetinin tələbələrinin içərisində ən gözəl tələbə həyatı yaşayanlar məhz elə o kampusda yaşayanlardır. Çünki çox fərqli atmosferdir. Sən də oradan özünə cəlb edib yəqin ki. Getdim, Nəzrin evini gördüm. O qədər xoşuma gəldi ki, universitet çox xoşuma gəldi. Növbəti gün biz getdik Amsterdamı gəzdik, həmin gün Eindhoveni gəzdik və mən orada bir bütöv gün, 2 gün, bir gecə qaldım. Növbəti gecə artıq İsveçrəyə geri qayıdırdım. Ürəyimin bir yerlərində qaldı ki, mən bir gün bura geri qayıtmaq istəyirəm. Mən bu şəhərə geri qayıtmaq istəyirəm. Üzərindən bir 2 il keçdi. Doktorantura proqramları ilə maraqlanarkən açdım, baxdım ki, bir proqram var və çox da mənə uyğundur. Mən software engineer olmaq istəyirəm, proqram software texnologiya üzrədir. Çox gözəl, tam mənlik, hansı ki, proqram müddətində müxtəlif layihələr üzərində işləmə fürsətim var. Fərqli şirkətlərdə Hollandiyanın sonunda sənə bitirmə layihəsi verirlər. O şirkətlərdən birində əgər bitirmə layihəndə uğurludursa, sən burada qala bilərsən. Ancaq mən IELTS sertifikatımı aldıqdan sonra öyrəndim ki, mən hamiləyəm. Və mən çox çətin bir hamiləlik dövrü keçirdim. Hətta bir ara o fikrimdən daşındım ki, mən xaricə müraciət edim. Çünki proses çox çətin idi məndən ötürü, övladımı itirmək təhlükəm var idi və mənim hamiləlik dövrüm 8 ay olub, mənim oğlum 1 ay erkən doğulub.
və onun 7 ayını mən yataqda uzanaraq keçirmişəm. Mənə oturmağa belə həkim icazə vermirdi ki, sən ümumiyyətlə tərpənmə, ki sənin övladın yaşaya bilsin. Bu fikrimdən əl çəkdim ki, mən xaricə müraciət etməyim. Hələ ki burada qalım. Sonra elə oldu ki, mənim bir hazırlıq yoldaşım baxdım ki, həmin universitetdə başqa bir doktorantura proqramına qəbul olub, aprel ayıdır. Proqram hələ də açıqdır. Hələ də qəbul edirlər. İyulun axırlarına kimi açıq da qalacaq. Mən müraciət edə bilərəm. Uzanıqlı şəraitdə nə qədər müraciət edə bilərsən ki? Dedim ki, yox, mümkündür, etməliyəm. Laptopumu gətizdirdim. Mamam mənə balaca bir taxta almışdı. Hansı ki, o taxtanın üzərinə kompüteri qoyub, o taxtanın üzərindən aşırdıb, uzanaraq belə işləyə bilərsən. Mən onun üzərində başladım sənədlərimi hazırlamağa, müraciətlərimi eləməyə. Ancaq həkim məni gəldi, gördü ki, yanımda kompüter var. Dedi ki, sənin başın xarabdır. Mən sənə deyirəm ki, sən uşağına fokuslan. Sən hələ uşağı biraz da şüaya məruz qoyursan. Nəysə, kompüteri aldılar əlimdən. Mən bu dəfə telefonda başladım. Google Translate-i açdım. Motivasiya məktubunu yazmalıyam. Azərbaycanca motivasiya məktubunu səsləndirirəm. Google Translate oradan keçirir ingilis dilinə. Oradan kopyalayıram, atıram notlara, yoxlayıram, görürəm düzdür yoxsa yox. Tamamlayandan sonra onu kopyalayıb atıram Word-ə, hazır olur. Yəni sənə həm də telefonla çox olmaq da olmazdı. Əslində olmazdı, amma nə qədər olmazdı ki, yəni mümkün deyil, axı mən bunu etməliyəm. Çox çətin proses olub sənin. Çox çətin idi. Yəni 8 ay dayanmadan heç nəsiz, həmin müddət nə edirdin bəs? Həkim deyirdi ki, kitab oxu uşağına. Kitab oxu, nağıl oxu ona. Musiqiyə qulaq as. Amma bütün 24 saatlıq prosesdir və 8 ay yəni. Və sənə tərpənməyə icazə vermirlər. Eynən və bütün ehtiyaclarını bir divanda və yaxud da çarpayıda keçirməlisən. Yemək önünə gəlir. Ən təməl ehtiyacları belə orada. Hər şey ordadır. Yəni çox çətin dövrlər idi. Mən inana bilməzdim ki, mən təkrar ayağa qalxa biləcəm. Və düşünürdüm ki, mənim ömrüm burada keçəcək sanki. Yəni bu bitməyən bir şeydir kimi düşünürdüm. Çox sıxılırdım. Mən normalda həyatı zövq alaraq yaşayan insanam. Hər gün oyananda, vay nə gözəl gündür bu gün. Yəni nə qədər stressli iş mühiti olsa belə həmin gündə, nə qədər çətin tapşırığım olsa belə sevinə-sevinə işə gedən bir insanam. Hər atdığım addımdan, həm aldığım nəfəsdən zövq alan bir insanam əslində. Yaşamağı sevirəm. Amma həmin dövrdə mən yaşamağı artıq sevmirdim. Düşünürdüm ki, nə maraqsız həyat var. Evdar qadınların həyatı nə qədər də maraqsızdır deyə düşünürdüm mən o zamanlar. Yəni normal olaraq bütün gün evdə keçib. Eynilə. Sonra sənədlərimi göndərdim və cavab gəldi ki, biz sənin təcrübəni bəyəndik, biz sənin biliklərini bəyəndik və səninlə HR müsahibəsi etmək istəyirik. Hansı ki, qeyri-texniki suallar verilir, hansı güclü tərəflərin var, zəif tərəflərin var, bu kimi. O görüntülü olmadı, telefon zəngi kimi idi. Onu uzanaraq yola verdim. Sonra artıq çox az qalmışdı, iyul ayının sonları idi. Əslində mənim oğlum sentyabrda doğulmalı idi, amma artıq yəni mənim bədənimdə vəziyyət o deyildi. Mən bilirdim ki, artıq sona doğru gedirik. Və mən sonuncu müsahibəm, yox, ondan öncə bir video müsahibəsi var idi. Sənə suallar verilir, o suallara cavab verməlisən, onu göndərsən. Onu bəyənirlərsə səni ən sonuncu müsahibəyə mərhələsinə keçirirlər. Texniki müsahibədir hansı ki bu. Mən artıq gördüm ki, vəziyyət o deyil. Götürdüm, həmin mənlə müsahibə edəcək adam meneceri idi, həmin proqram meneceri idi. Dedim ki, həmin adama deyin ki, əgər mümkündürsə, biz o müsahibəni erkən edək. Çünki ola bilər ki, mən çox yaxında doğuma gedərəm. Onlar sağ olsunlar, 21 iyula saldılar. Etdik və mən yarım uzanıqlı vəziyyətdə idim. Hiss elədilər bunu? Gördülər, görüntülü idi. Mən xanıma da dedim ki, mən hamiləyəm və mənim oturma şansım yoxdur. Yəni, budur vəziyyət. O hələ də bu gündə yeni gələn generationa danışır ki, mənə deməyin ki, əziyyət çəkirəm, mənə deməyin ki, çox çətindir. Çox çətin olduğunu düşünürsünüzsə, gedin günlərlə danışın, görün o proqrama necə qəbul olub, necə bitirib, ondan sonra gəlin görün şikayət eləmək istəyirsiniz mənə, yoxsa yox. Çünki proqram özü çox intensiv, çox ağır proqramdır. Və növbəti gün mənə cavab yazdılar ki, biz səni qəbul etdik. Menecer hətta mənə e-mail yazdı ki, həqiqətən düşünürsən ki, sən gələcəksən, uşaqla çox çətindir. Eindhoven elə bir yerdir ki, sən orada kirayə ev tapmağın çox çətindir. Kirayə ev sayta qoyulur, üzərindən 5 dəqiqə keçir, sən müraciət edirsən, deyirlər ki, artıq 6 adam, 7 adam müraciət edib biz birinci evi onlara göstərəcəyik. Çünki yerdə də deyilsiniz.
Daha yerdə çox deyil. yerlərə üstünlük verirlər bildiyim qədər. Yəni sən ordasansa, telefonla hər halda zəng edirsənsə, daha üstünsən. Nəinki mən hələ Azərbaycandan zəng edirəm. Zəng etmək də olmur, hər yerə zəng edə bilmirsən. Çox problemləri var idi o vaxtı ev tapmaq cəhətdən. Bağça tapmaq çox çətindir. Çünki bağçaya müraciət edirsən 6-7 ay gözləməlisən, xüsusilə də Eindhoven kimi bir yerdə. Və sənin oğlun doğulanda da artıq zaten 3 aylıq falan idi bildiyim qədər, sonra getməli oldu. Yəni mən artıq planımı qurmuşdum. Mən düşünürdüm ki, təhsil almaq istəyirəm və mənim mamamla aramda bir söhbət keçdi. Mən ana demirəm bu arada, məni linçləməyin, mən mama deyirəm. Özümə də mama dedizdirirəm oğluma. Mənim mamamla aramda bir söhbət keçdi. Mamama dedim ki, mən təhsil almaq istəyirəm, əslində ailə qurmaq istəmirəm. Çünki bizim evliliyimiz sevgi evliliyi olmamışdı. Atamın məsləhət gördüyü bir oğlanla mən ailə qurmuşdum. Mamam dedi ki, əgər qəbul olsam, mən sənə söz verirəm ki, mən sənin uşağına baxacağam, sən gedib oxuyasın. Və biz onun planını qurmuşduq. İnsanın övladı olana qədər insan başa düşmür onu. Hamiləlikdə də heç tam mənada başa düşmürsən. Düzdür, artıq onda analıq hissləri sənə yüklənmiş olur. Amma yenə də doğulandan sonra, o körpəni qucağına aldıqdan sonraki hisslər tamamilə fərqlidir. İndi mən düşünürəm ki, mən təkrar bunu edərəmmi? Mən təkrar oğlum Romanı qoyub getmərəm. Başqa körpəm olsa, bilmirəm, bəlkə də düşünərəm. Amma Romanı bir daha tək qoymaram. Yəni o mənim ilk uşağımdır, o mənim üçün çox fərqlidir, o mənim dostum kimidir. İzləyicilərə çox maraqlı olacaq. Doktorantura təhsilinə başladın, övladını Azərbaycana qoymalı oldun və getdin. Nə qədər müddət o səndən ayrı qaldı? Mən onu qoyub gedəndə hətta o 2 ay yarım idi. O ana südü qəbul edirdi. Biz onu da dayandırmalı olduq. Mən həkimə deyəndə ki, mən getməliyəm. Hətta mən həmin vaxt xəstəxanadaydım. Hələ də həkim məni gəlib yoxlayırdı. Mən viza üçün görüşə getməliyəm. Dedim ki, mən bir həftə sonra gedə bilərəm xarici ölkəyə. Dedi, ay Gülnar, da bir səyahətlərin dursun da, bir dayan da, bir gözlə. Dedim, nə səyahəti? Mən gedib viza almalıyam və mən körpəni qoyub getməliyəm. O mənə dedi ki, 6 ay heç olmasa körpə ana südü içməlidir. Sən bunu başa düşürsən. Dedim, mən başqa şansım yoxdur. Qoyub getməliyəm və 2 ay yarımlıq mən onu qoyub getməli oldum. Həyatımın çox travmalı bir neçə günləri var. Onun hamısı Roma ilə bağlıdır. Hamısı da onu qoyub getməklə bağlıdır. Mən onu bir neçə dəfə qoyub getməyə məcbur olmuşam. Və hamısı da onlardır. Və hər dəfə də qoyanda deyirəm ki, mən ümid edirəm ki, bunu sonuncu dəfədir yaşadım və bir daha yaşamaram. Qoyduq, getdik. Həmin müddətdə bizim qalmağa yerimiz yox idi. İlk 2 gün oteldə qaldıq. Sonraki günlər orada turistlər üçün bunqalovlar vardı. Orada qaldıq. 2 dəfə orada yer dəyişdirdik. Və mən körpəli idim deyə, mən əslində gözləmə siyahısındaydım universitetin yataqxanasında. Məni keçirdilər lap siyahının başına və bizə noyabr ayında ev verdilər. Amma bağça hələ də yox idi. Ona görə yenə də oğlumu gətirmə şansım da yox idi. Və proqram o qədər intensiv proqram idi ki, sən təhsil aldığın müddətdə eyni zamanda orada layihələr verilir. 3 layihə var ki, o 3 layihəni işləməlisən. Hər biri müxtəlif şirkətlərdən. Mən Canon'un, Hendrix Genetics'in və Airbus'un layihələrini işləmişdim. Ondan sonra isə Canon'da bitirmə layihəsini etmişdim. Və bitirmə layihəsi daha da intensiv olur. 10 ay müddətində sənə bir ideya verirlər. O ideyanı sən ortalığa çıxartmalısan. Ya bir məhsul olmalıdır və yaxud da ki, heç olmasa bir prototip olmalıdır. Və günlər çox ağır keçir. Ona görə körpəni aparıb orada yormağın bir mənası yoxdur. İlk 14 ay təhsillə bir yerdə o 3 layihəni işləmək olur. Növbəti 10 ay isə bitirmə layihəsi olur. Sənin oğlun Roma Azərbaycanda nənəsi ilə qalırdı. Neçə ay, həmin müddəti neçə ay Roma nənəsi ilə qalmış oldu? Roma 9 ay nənəsi ilə qalmalı oldu və mən çox qorxurdum ki, Roma gələcəkdə artıq məni maması kimi görməyəcək. O nənəsini daha üstün hesab edər. Çünki mənim mamam da nənəsi tərəfindən böyüdülmüş bir uşaq idi və onun nənəsi rəhmətə gedəndə mən gördüm ki, o sanki mamasını itirmiş qədər oldu. Mənə çox pis təsir etmişdi. Mən düşünürdüm ki, bizim aramızda Roma ilə bir daha heç vaxt o bağ alınmaz. Ona görə o 9 ay mənim üçün çox çətin idi. 9 aydan sonra qayıtdıq. Uşaq üçün çox çətin idi. Hələ 1 yaş tamam deyildi. Tam başa düşmürdü ki, nə olur ətrafda və biz onu götürüb gətirdik Hollandiyaya. Gətirən kimi də Hollandiyada bağçaya qoyduq. Təsəvvür elə, uşaq aylardır Azərbaycan dilində eşidir. Artıq
da baba kimi səslər çıxardırlar o yaşda uşaqlar. Onlar artıq çıxara bilir, işığı göstərir, işığa artıq adını deyir, sözlər deməyə başlayır və biz uşağı gətirdik, Holland dilinə saldıq. Holland dili türk dili deyil ki, uşaq üçün çox çətin oldu və o hardasa bir il susdu, heç bir şey danışmadı. Hətta bağçada şübhələndilər ki, bunun qulağında eşitmə problemi var. Biz onu müxtəlif testlərdən keçirdik orada, burada. Ancaq iki dilli mühit, mədəniyyət dəyişməsi uşağa çox təsir etdi. Mənim oğlum hələ yeni başlayıb danışmağa, artıq 3 yaş yarımdır və təzəcə başlayıb danışmağa və mən ona qədər düşünürdüm ki, mən uşağımı karyerama görə çox pis vəziyyətə saldım deyə düşünürdüm. Amma bilmək olmaz. Bəlkə Niderland ona gələcəkdə elə qapılar açacaq ki, sən deyəcəksən ki, nə yaxşı ki, mən karyeramı da burada davam etdirdim. Yəni mən orada görürəm təhsili olmayan insanların belə nə qədər yaxşı yaşadığını, aşağı maaşlı işləsə belə, aşağı maaşlı bir işdə işləsə belə, o maaşın belə ona kifayət etdiyini görürəm, necə rahat yaşadıqlarını görürəm. Düşünürəm ki, oğlum üçün düzgün qərar idi bu. Eindhoven Texnologiya Universitetində təhsili sənə nələr qatdı? Sən düşünürsən ki, yəni bu təhsili sən Azərbaycanda ala bilərdin, yoxsa elə Niderland ən yaxşı seçim idi? Məncə mən bu təhsili Azərbaycanda ala bilməzdim. Altına da imzamı ataram ki, ala bilməzdim. Çünki bizim təhsil sistemi ilə onların təhsil sistemi çox fərqlidir. Adicə məktəblərimiz belə, mənim artıq oğlum məktəbə hazırlaşır, gələn ildən artıq məktəbə getməlidir. Mən orada məktəbləri də görürəm, ibtidai siniflərdə, orta məktəbləri də görürəm. Çox fərqlidir, hər şey çox fərqlidir, tamamilə fərqli yanaşırlar və daha çox praktika üzərinə fokuslanırlar onlar. Bu doktorantura təhsilində də belədir? Doktorantura təhsilində də belədir, magistrda da belədir, bakalavrda da belədir. Bakalavr tələbələri, magistr tələbələri də bitirənə yaxın şirkətlərə göndərilirlər. Mən hal-hazırda Canonda işləyərkən bizə o qədər tələbələr gəlir, həm bakalavrdan, həm magistrdan, həm doktoranturadan. Mən doktorantura layihəm də bir şirkətdə olmuşdu. Ona görə deyirəm ki, Azərbaycanda mən bunu əldə edə bilməzdim. Azərbaycanda hansı doktorantura proqramı hər hansı bir şirkətə tələbəsini göndərir ki, getsin orada araşdırma etsin, orada bitirsin təhsilini və yaxud da hansı şirkət hər hansı bir tələbəni qəbul edir ki, yoxdur belə şeylər. Və sənin mütləq deyil ki, mütləq doktorantura olsun. Mənim komandamda işləyən bir iş yoldaşım var ki, komanda yoldaşım var ki, o magistr təhsilini, magistr bitirmə layihəsini gəlib Canonda edib, ondan sonra Canonu işə götürübdür. Yəni məncə bu tip şeylər Azərbaycanda yoxdur. Bəs sənin doktorantura təhsilin neçə il çəkdi və bu mühitdə sən süni maneələr, ola bilsin ki, akademik mühitin egosu, bunlara şahid olmuşdun? Mən deyə bilərəm ki, Hollandiya bu irqçilik filan cəhətdən köçülə biləcək ən qəşəng yerdir. Çox azdır. Var, amma çox azdır. Mən demək olar ki, rastlaşmamışam. Ego məsələsinə gəldikdə isə insanlar çox sadədirlər. İstəyir bu hər hansı bir şirkətdəki şöbə müdirləri olsun, istəyir bu universitetdəki professorlar olsun. Çox sadədirlər, çox dost kimidirlər. Məsələn, bizdə şöbə bir layihə üzərində işləyir və onun müxtəlif komandaları var. Və o şöbəyə rəhbərlik edən adam 100-dən çox insana rəhbərdir. Ancaq o qədər sadə bir insandır ki, yəni sən istənilən problemini ona rahatlıqla gedib deyə bilərsən. Mən düşünürdüm ki, bu şeylər sözdədir. Həqiqətən reallıqda yoxdur. Məsələn, bizdə hər il başlayanda yanvar ayının ilk iş günü şöbə rəhbərləri, bütün şöbə rəhbərləri bütün ofisləri gəzir. Hər kəslə bir-bir əl verərək görüşür və bayramını təbrik edir. Mən başa düşürəm, bu siyasi bir addımdır. Ancaq bu mənə özümü yaxşı hiss etdirirmi? Bəli, hiss etdirir. Daha loyal olursan şirkətə. Yəni, məsələn, kofe maşınını bəyənmirlər, kofenin dadını bəyənmirlər. Bunu çox rahatlıqla gedib şöbə rəhbərinə deyə bilirlər. Şöbə rəhbəri də həqiqətən də hərəkətə keçirir, kofe maşınını dəyişdirir. Biz yeni ofis
yeni bir ofisə keçdik. Mən orada ilk başlayanda yeni ofisi artıq remont edir. Yeni ofisi artıq təmir edirdilər. Və orada bir nəfər türk bir iş yoldaşımızdan şöbə rəhbərimiz soruşdu ki, səncə bizim ofisdə nə eksikdir? O da dindar bir insan dedi ki, namaz otağı. Nə gözəl. Sonra şöbə rəhbərim dedi ki, mən bunu tamamilə unutmuşam. Və bunu açıq şəkildə də bildirə bilir. Bunu açıq şəkildə çox rahatlıqla dedi onu. Və şöbə rəhbərimiz də dedi ki, mən bunu necə unutmuşam, mənim heç ağlıma gəlməyib filan. Mən dedim ki, yəqin sözdə deyirdi. Hə, tamam, yaxşı. Ofisə köçdük, baxdım ki, meditasiya otağı, səccadə qoyublar, qiblə istiqamətində, digər dinlər üçün də onlar şərait yaradıblar orada. Məsələn, biri namaz qılmaq istəmir, amma meditasiya etmək istəyir. Onun üçün də bir yer ayırıblar orada. Yəni bacardıqları qədər, başa düşdükləri qədər, bildikləri qədər sənə şərait yaratmağa çalışırlar. Bu universitetdə də belədir, iş yerində də belədir. Bəs Canon kimi şirkətdə işləmək üçün hansı proseslərdən keçdi? Necə oldu bu proses? Bizə bölüşərsənmi bizlə? Mən Canona heç bir proses keçmədən qəbul olmuşam əslində işə. Sənin o daydayın vardı. Hə, daydaylıq edirlər mənə. Şöbə rəhbərim mənim daydayımdır əslində. Onunla bağlı da bir hekayə danışmaq istəyirəm əslində sənə. Amma öncə deyim ki, necə qəbul olmuşam. Mən birinci orada o 3 layihəmin birini işlədim. 2-3 aylıq bir layihə idi və mən o zamanlar Venloda yaşamırdım. Eindhoven'da yaşayırdım və məsafə mənim üçün çox uzaq idi. Ancaq həmin o layihələr bizim universitetimizə gətirilirdi. Supervizorlar gəlirdi bizim universitetdə. Nəticələri ya onlayn götürürdülər, ya gəlirdilər. Və mənim supervizorim, hətta 2 supervizorim vardı. Bunlar həyat yoldaşı idilər və illərdir Canonda işləyirlər və illərdir Eindhoven'da yaşayırlar. Və mən bitirmə layihəsi axtarırdım. Və elə bir dövrə təsadüf etdim ki, şirkətlər işçi çıxarır. Məsələn, Philips bir gecədə nə qədər işçisini çıxardı. ASML ən çox iş alımı edən bir şirkət idi. Eindhoven yanında Verthoven şəhərində yerləşir və Eindhovenin bu qədər bahalıq və sıxlıq olmasının səbəbkarı olan şirkət məhz elə ASML şirkətidir. Onlar layihələrini dayandırırdılar. Mən birinci ASML-də bir layihəyə qəbul oldum. Bir neçə gün sonra xəbər çıxdı ki, layihə dayandı. Daha sonra NXP şirkəti var. Ora qəbul oldum. Xəbər çıxdı ki, büdcəmiz çatmır, layihə dayandı. Və ondan əlavə də 6 layihəyə müraciət etmişdim, onlardan kəsilmişdim. Artıq seçim qalmamışdı. Sadəcə Canon qalmışdı. Sadəcə Canon çox uzaqdır. 40 dəqiqəlik qatar məsafəsindədir. Mənim bir körpə bir uşağım var. Mən bunu necə edə bilərəm ki? Həmin vaxtda Canonun o kiçik layihəsini işləyirdik. Supervizorum Kristina dedi ki, bitirmə layihəm var. Dedim ki, yoxdur. Dedi ki, bəs dekabr ayıdır, sən yanvarda layihəyə başlamalısan. Necə yəni yoxdur? Dedim, Kristina tapa bilmirəm. Bir dənə Canondur. Mənim körpə uşağım var. Mən onu necə qoyub gedim? Yəni çox çətindir mənim üçün. Bəlkə mən gedə bilmədim. Necə olacaq? Dedi ki, bizdə iş mühiti hibrid iş mühitidir. 2 gün evdən, 3 gün ofisdən və yaxud da ki, dəyişə bilər də, yəni sənə bir yumşaqlıq edə bilərlər. Amma sən müraciət et. Dedim ki, yox, körpə uşağım var. Dedi ki, mənim uşaqlarım ikizdir. Və mən həmişə Eindhoven'da yaşamışam, həmişə Venloya gedib gəlmişəm. Bu yaxınlarda da onlayn şəkildə bir magistratura proqramı qurtardım. Kristina rusdur və Holland dilində bitirib. Dedim, mən eləmişəmsə bu yaşımda sən 100% eləyərsən, narahat olma. Biraz yaşı çox bir qadındır. O mənə motivasiya oldu. Və mən müraciət etdim həmin proqrama, həmin layihəyə. Həmin layihədəki supervizorum və Kristina məni müsahibə etdi və mən artıq Canonun iş rejiminin necə olduğunu, gözləntilərin nə olduğunu bilirdim. Nə tip layihələr üzərində də işlədiyini bilirdim. İdeyanı atırlar ortaya. Mən research and development-da işləyirəm. Bir ideyanı atırlar ortalığa və başlayırlar onun üzərində işləməyə. Və bu deməkdir ki, sən abstrakt bir problem üzərində işləyirsən. Bilmirsən ki, bu problemin sonu var yoxsa yoxdur. Və müsahibə də o yönümlü oldu. Layihəni verdilər öncədən mənə. Mən o layihəni araşdırdım ki, nələr edilə bilər, hansı texnologiyalar istifadə olunmalıdır, mənim nə kimi fikirlərim var bu layihəyə başlamaqdan ötürü, nələr edərəm. O müsahibədə mən bunları dedim və elə oldu ki, məni onlar layihəyə götürdülər. Layihəni bitirdiyim müddətcə oradakı supervizorum Yerun,
o qədər uzaq görən, o qədər yəni hər şeyi necə etmək lazımdır bilən bir adam olduğu üçün məni bütün o proses boyunca çox gözəl idarə etdi, öyrətdi. Mən həmişə deyirəm ki, mənim 3 mentorum var ki, mən onlara çox şey borcluyam. Biri Azərseldə İmran müəllimdir. Məni ilk dəfə çıxardı bu tek mühitinə. İkinci adam Şəhriyar müəllimdir ki, məni itələdi xaricə. Üçüncü adam Yerundur ki, məni xaricdə necə tutunmalı olduğumu mənə başa saldı, mənə göstərdi. Və o məni orada network necə olmalıdır, kommunikasiya insanlarla necə qurulmalıdır, necə hərəkət etməliyəm, acı mail yazıram, şöbə rəhbərimə oturur yanında, bax onu yazma, bunu yazma, bu yaxşı görsənmir, bu sözü bundan əvəz elə. Bunları hamısını mənə deyirdi. Ona görə mən artıq 6 ayın sonunda iyul ayı idi, iş tapmalıydım. Çünki tapmasam oktyabrdan sonra Azərbaycana qayıtmalıyıq. Viza artıq ləğv olunur. Və mənə artıq itələyir ki, sən nə vaxt başlayasan işlərə müraciət etməyə. Mən də biraz özümə inamsız vəziyyətdəyəm. Müsahibələrin heç birisinə hazırlaşmamışam. Ancaq layihə üzərinə, tez üzərinə fokuslanmışam və o qədər çatdıra bilmirəm ki, mən təkrar oğlumu gətirib Azərbaycana qoyub qayıtmışam. Qaldı ki, iş tapa biləm. Yəni tezis o qədər mənim vaxtım alır. Bir tərəfdən kod yazıram, bir tərəfdən tezisi yazmalıyam. Çox intensivdir. Dedi ki, bəs get bizim departament rəhbərimizlə bir görüş. Mən dedim ki, mən hazır deyiləm. Dedi ki, get yenə də bir görüş. Getdim. Məndən soruşdu ki, sən hansı dilləri bilirsən filan. Mən dedim ki, mən çox Python dili istifadə edirəm. Dedi ki, hə, görək sənə hansı komanda uyğundur. Mən belə biraz qəribə oldum. Dedi ki, niyə elə baxırsan? Dedim ki, yəni mən işə qəbul oldum. Dedi ki, hə, sadəcə komandaya yerləşdirmək lazımdır. Səninlə bağlı tövsiyələr çox yaxşıdır. Həm Yerun mənim supervizorum idi, həm də başqa bir supervizorum var idi. O komandanın rəhbəri idi deyə ayda bir dəfə məni görə bilirdi. Ancaq ayda bir dəfə mənlə məşğul ola bilirdi. Amma o da məndən bağlı çox pozitiv bir feedback verib. Rəy vermişdi. Hə, çox pozitiv bir rəy veribdi. Ona görə mənə artıq dedilər ki, heç bir müsahibə lazımdır. Mən belə dondum, qaldım. Dedi ki, niyə elə baxırsan? İstəmirsən komandada işləmək? Dedim ki, çox istəyirəm. Sadəcə bu mənim illərdir xəyalımdır və bu dəqiqə bu reallaşır. Və mən anlamadım necə reallaşdı. Sən mənə heç bir şey soruşmadın və məni işə qəbul edirsən. Və beləcə komandada işə qəbul oldum. Beləcə işə qəbul oldum. Dedi ki, tətilə gedim, gəlim, HR-a xəbər edəcəm. Sənə verəcəyimiz o kontraktın eskizini hazırlasınlar. Biz ona bir baxaq. Sən də razısansa maaşla, şərtlərlə gəl başla sabah. O ağır hamiləlikdən, o müsahibələrdən sonra o qədər yəni belə yumşaq getdi ki, sanki yağın üzərində sürüşürsən. Mənə çox qəribə gəlmişdi. Yəni başında çəkmişdim zaten o əziyyəti. Artıq ehtiyac qalmadı əziyyət çəkməyə. Məsələn, mənim suallarımda var ki, texniki müsahibəyə necə hazırlaşmışdın? Kanonu olmayıbmış. Bu dəqiqə məndən kim sual versə ki, mən kanun texniki müsahibəsinə necə hazırlaşım, heç bir şey deyə bilmərəm. O adama heç bir məsləhətim yoxdur. Heç bir məsləhətim yoxdur. Bizə maraqlıdır. Ən pis keçən iş müsahibən necə olub? Bizə o barədə qısa deyə bilərsən. Azərbaycanda yoxsa xaricdə? Azərbaycanda. Azərbaycanda ən pisi Eqovdakı olubdu. Aha, necə pis keçmişdi? Heç bir suala cavab verməmişdin. Yəni çox Instagramda humoristik videolar hazırlanır HR müsahibəsi ilə bəli, HR müsahibələri ilə bağlı. Tam olaraq elədir. Şəxsi həyatla bağlı, mənasız suallar, yeribazlıqla bağlı suallar verilirdi. Məsələn, mən Ameyada işləyəndə, bilmirəm, hal-hazırda da Ameyanın səhv etmirəmsə vitse-prezidenti olmalıdır, Rasim Əliquliyev. Onun şöbəsində idim və çox savadlı, çox uzaq görən bir insandı və təsadüf elə gətirdi ki, mən onun şöbəsində oldum. Sən demə, biz doğulduğumuz, daha doğrusu mənim babamın doğulduğu yerlə o insanın doğulduğu yer eynidir. Bu demək deyil ki, bu adam mənə yeribazlıq edir. Sadəcə o insan mənim ləhcəmdən tutdu ki, mən də o bölgənin insanıyam. Atamdan, babamdan necə görmüşəmsə o danışığı, mən də o formada danışmışam, amma heç onların doğulduğu yerimi heç vaxt görməmişəm. Qərbi Azərbaycanlıdırlar. Və elə oldu ki, Rasim Əliquliyev başa düşdü mənim olduğumu. Zarafat dedi ki, sən də orasan. Dedim ki, bəli. Və bu formada oldu bizim görüşümüz. Ancaq ondan öncə məni müsahibə etmişdi. Müsahibənin sonunda bu insan mənə bu sualı vermişdi. Amma MyGov-da fərqli oldu. MyGov-da mən bu hekayəmi niyəsə danışdım, bilmirəm. Və onlar dedilər ki, sənə yeribazlıq edir. Dedim, necə yəni mənə yeribazlıq? Axı bu insan məni müsahibə edibdi və o qədər yəni belə Avropa sayağı bir insandır ki, çox sözünü deyən, çox
insana belə güzəştə getməyən bir insandır. Mən onun şöbəsində 6 ay işləmişəm, mən bilirəm. Amma mənə o formada dedilər, mənə ilk müsahibə yəni məni belə altdan yuxarı falan süzdülər, elədilər. Məndən çox soruşulur ki, o müsahibə götürənlər kimlərdir? Deməyəcəyəm. Amma o insanı təkrar görsəm, mən bunu ona xatırladacağam ki, sən mənə bunu etmişdin orada. Yəni danışığımı belə lağa qoydular. Mən düzdür, elə olur ki, İngiliscə sözlər istifadə edirəm. Hətta dilimizdə var ki, oturub qəlbləşib elə bil ki, uşaq vaxtından eşitmişəm, rusca sözlər də istifadə edirəm. Mən dedim ki, hə, mən İsveçrədə təcrübə keçmirəm. İsveç yoxsa İsveçrə? Dedim ki, İsveçrə. İsveçrə ilə İsveçli qarşılayan insanlara da ayrı bir qıcıq oluram zaten. Dedi ki, Şveysariya dedi onda. Balam, sən bilmirsən İsveçrə ilə İsveç arasındakı fərqi. Axı bilirsən, sən Avropanı gəzən insansan əslində. Yəni niyə belə edirsən ki? Boş-boş suallar verdilər. Bir dənə texniki sual verilmədi, bir dənə soft skills-la bağlı sual verilmədi. Sonda dedilər ki, səni işə qəbul etmək istəmirik. Səni bəlkə müsahibəyə qəbul edərik, o da pulu yox. CV-ni göndər, səni xəbər edəcək. Etmədilər, heç pulsuza da qəbul etmədilər. Mən yəni heç yaxşı ki etmədilər. Çox çətin olardı mənə orada işləmək. Və elə alındı ki, Nə yaxşı ki xanım. Yəni nə yaxşı ki, o zaten ondan öncə də SR-dən mənə qəbul gəlmişdi. Daha da yəni belə özgüvənim biraz elə bil ki, sığallandı deyim ki, heç olmasa səni Azərbaycanda qəbul etmədilər, amma dəyər verən biri mütləq ki çıxacaq. Demirəm Azərbaycanda heç kəs qiymət vermir. O qədər insanlar verir ki, amma verməyənlər də var. Ən pis yəqin ki, mənim təcrübəm o olmuşdu. Travma kimi qaldı məndə. Niderland 2025-ci ilin statistikasına görə İKT şirkətlərinin sayı burada 100.000-i keçir. Burada startapların sayını təsəvvür etmək mümkün deyil artıq. Yəni daha çoxdur və IT mütəxəssislər də burada xüsusilə rəqabətdədir. 500-600 min arası IT mütəxəssis var. Eləcə də şirkətdə eləcə də Niderlandda unicornların sayı onu keçir. Mən burada səhv eləyə bilərəm statistikada. Onu keçir. Tamam. Bir də bunu deyirəm. 2025-ci ilin statistikasına görə Niderlandda İKT şirkətlərinin sayı 100.000-i keçib. Unicorn startapların sayı 15-i keçir. Eləcə də startapların sayı isə yenə də artmaqda davam edir. IT mütəxəssislərin sayı 500-600 min arasında bizə maraqlıdır. Bax bu cür IT mühitinin zənginləşdiyi, davamlı belə çiçəkləndiyi bir ölkədir. Bunlar süni intellekti neçənci illə tətbiq edirlər artıq və biri var ki, bizdə məsələn indi gəlir şirkətlər təhlükəsizlik məsələlərinə görə xeyli risk eləyirlər. Bəziləri ümumiyyətlə risk eləmək istəmir və ənənəvi mühitdə qalır. O tərəfə yatırım eləmək istəmirlər, infrastrukturu bir o qədər də güclü deyil. Amma sizdə artıq bu mühit var və davamlı çiçəklənir və təsadüfi deyil ki, Niderlandda top 10-dadır sırf texnologiya şirkətlərinin sayına görə. Bax, sizdə Canon necə tətbiq edir AI-ı? Bizdə və yaxud da digər şirkətləri müşahidə edirsənmi? Onlarda vəziyyət necədir? Digər şirkətlərdə sadəcə layihələrə müraciət edərkən görmüşdüm ki, istifadə etmək istəyirlər ki, öz şirkət daxilindəki işlərində produktivliyi artırsınlar. Məsələn, biz Canonda həm printer istehsal edirik, həm mürəkkəb istehsal edirik, həm də o printerlərin üzərində işləyəcək olan proqramı istehsal edirik. Hal-hazırda birbaşa onlar üzərində süni intellekt tətbiq etmirik. Amma mümkün olduğu qədər süni intellekti bir alət kimi istifadə etməyə çalışırıq. Hazırlarını və yaxud da ki, daxilində bizdə tələbələr olur, öz işçilərimiz olur ki, biz çalışırıq ki, süni intellekti tətbiq edərək, hazır olanlardan söhbət getmir, özümüz tətbiq edərək, özümüz bir şeylər yaradaraq işin produktivliyini artıra bilək. Amma belə məsələn şirkətin özündə kod yazarkən biz istifadə edirik. Şirkət özü alıb, özü onu təhlükəsiz vəziyyətə gətirib bizə istifadəyə verir. Məsələn, mən götürüb ChatGPT-ni hər şeydə istifadə edə bilmərəm. Əgər ümumi bir sual verirəmsə ChatGPT-yə istifadə edə bilərəm, amma mümkün qədər yəni istifadə etməmək lazımdır. Və yaxud da Cloud AI bizdə ümumiyyətlə VPN-i açan kimi o dayanır. Onu istifadə edə bilməzsən, heç bir şey üçün istifadə edə bilməzsən. Sən Copilot istifadə edirik. Yəni başqa da və bunu neçənci ildən başlamısınız, yəni AI tətbiqinə, yoxsa son 1 ildə başlayıb sizdə də? Son 2024-dən yavaş-yavaş başlandı artıq tələbə layihələri yaradılmağa və demək olar ki, bütün tələbə layihələri
AI ilə bağlı idi, AI modelləri ilə bağlı idi, LLM ilə bağlı idi və hər birində, yəni gedirsən, təqdimatında otursan ki, mütləq LLM istifadə edib və çox yaxşı da nəticəsi var. Amma toollardan istifadə etmək bu son zamanlarda başlayıb. 1 il deyərdim. 1 il artıq olmuşdur. Digər sualım universitetlərlə bağlıdır. Universitet tələbələri birinci kursda nələri etməməlidirlər? Hansı ki, proqramlaşdırma üzrə başlayırlar, kompüter elmləri, IT, nələri səhv eləyirlər, nələri etməməlidirlər? Mən deyərdim ki, heç bir şeyin dərininə çox getməsinlər. Məsələn, bir proqramlaşdırma dili öyrənirlər, onun dərininə getməyə ehtiyac yoxdur. Bu səhvi məsələn mən eləmişəm. C# öyrənməyə istəyirdim. Qalın kitabı götürmüşdüm əlimə. Elə bildim ki, o kitabı bitirdikdən sonra mən C#-ın dahisi olacağam. Heç o vaxt C# öyrənəməmişəm. Dünən sırağa gün öyrənmişəm C#-ı, onu da işləyərək öyrənmişəm. Ona görə məsləhət görərdim ki, heç vaxt heç bir proqramlaşdırma dilini, heç bir toolu dərindən getməsinə, xüsusilə də başlanğıcda nəzəriyyədə ilişib qalmasınlar. Tutoriallara ancaq baxıb tullamasınlar. Mütləq nə öyrənirlərsə onun kodunu yazsınlar. Xırda layihələrdən başlasınlar. Yavaş-yavaş o layihələri böyütsünlər. Layihələr böyüdükcə hansı istiqamətdədirsə, o istiqamətin lazımi digər bilikləri var ki, məsələn, biri tutaq ki, web developer olur, Python öyrənib, çalışmasın ki, Python'un bütün frameworklərini öyrənməyə. Məsələn, bir Django-nu öyrənsin, yaxşı öyrənsin. Artıq gəlib 3-cü, 4-cü kursa Django-nu öyrənsin, yaxşı öyrənsin. Onun o vaxtı dərininə getsin. Amma birinci kursunda başlamasın ki, mən Django-nu dərindən öyrənmək istəyirəm. Çünki hələ bilmir ki, birinci kursda bu web developer mi olar və yaxud da ki, embedded developer mi olar. Əvvəlcə bunlara qərar vermək lazımdır. Və o qərarı verərkən baxmasınlar ki, məsələn, bunlar embedded developerdir, məsələn, bunlar yaxşı pul qazanır. Mən heç embedded developer deyirəm, heç bir fikrim də yoxdur əslində onunla bağlı. Amma ona baxıb seçim etməsinlər. Fərqli sahələri yoxlasınlar ilk başlarda. Ən azından baxsınlar ki, nələri sevmirlər, hansı sahəni istəmirlər. Məsələn, mən front-endi yoxlamışdım və baxmışdım ki, mən front-endlik deyirəm, heç mənim elə bir kreativ bacarığım da yoxdur ki, mən orada nəsə bir yaxşı bir iş görə biləm. Sənin bir postun vardı, sertifikatlarla bağlı idi. Yəni hər paylaşılan mənbədə olan sertifikatlar üçün kurs keçməsinlər deyə bir post idi. Sertifikatlar vacibdirmi? Hər bir sertifikatı bitirməyə dəyərmi? Udemy-də, Coursera-da və yaxud da indi Anthropic'in kursları var, pulsuzdur və sertifikat verirsə onda bunlar vacibdirmi? Əgər o sertifikat sadəcə sənə nəzəri bilik verirsə, mən o sertifikatın dalınca getməzdim. Məsələn, sertifikatlar var ki, sonda sertifikat alırsan, kursu da keçirsən, amma kursu bitirməkdən ötürü sənə verilən tapşırığı bitirməlisən. Səhv etmirəmsə, Udacity-də məsələn elə bir şey var. Sən o tapşırığı bitirməsən, heç bir şey əldə edə bilmirsən. Mən deyərdim ki, elələrinin dalınca qaçın. Çünki pulsuz sertifikatlar da var, amma pullular da yetərincə baha qiymətədir. Yəni sırf sertifikatı alacağam, aparıb orada göstərəcəm ki, mənim sertifikatım var. O bir işə yaramır. Bizdə hətta bizim komandada lağlağı mövzusudur. O ki, falan kəsin sertifikatı var, Rəhmənkənin sertifikatı var. Məndən bir dəfə komanda rəhbərim soruşmuşdu ki, özünükləri salardı ki, bunu almışam, heç bir mənası yoxdur, nə işimə yarayır, heç bir işimə yaramır, əsas təcrübədir. Sonra məndən soruşdu ki, sənin nə mənası sertifikatın var? Dedim ki, mənim ümumiyyətlə sertifikatım yoxdur, mən heç vaxt yəni almağa çalışmamışam. Yəni bir dənə MTI sertifikatım var idi, Microsoft'un, onda universitet bizə o imkanı yaratmışdı deyə almışdım. Yəni deyərdim ki, əsas praktikadır. Praktika çox önəmlidir. Praktika varsa, o demo yaradırsan, GitHub-a qoyursan, o elə sizin sertifikatınızdır. Mən elə deyərdim. Universitet tələbəsi 4 il ərzində nəyi etməməlidir ki, sonda iş tapa bilsin? Nəyi etməməlidir? Və yaxud da nəyi etməlidir ki, sonda iş tapa bilsin? Çünki bu dəqiqə həm universitetdə oxuyurlar, həm kursa gedirlər və kurslarda həm IT tələbələri, IT oxuyan tələbələri götürür və onlara müəyyən daha dərindən öyrədir. Həm də ki, qeyri-ixtisasdan gələnləri öyrədir və bazarda böyük bir kütlə yaranır və sonra onlar iş tapmaya bilirlər. Rəqabət də güclü olur. Necə eləməlidirlər ki, 4 ili qurtaranda artıq iş tapsınlar? İndi əslində vəziyyət elədir ki, Hollandiya məsələn özündə Azərbaycanla bağlı çox mən belə kəskin danışa bilmərəm. Ancaq Hollandiya məsələn özündə elədir ki, juniorların məsələn iş tapması çox çətindir. Juniorlar da əvvəlki səviyyədəki juniorlar deyir. Məsələn 10 il bundan qabaqki juniorla indiki junior arasında çox fərq var. Məni belə məsələn junior hesab edirlər.
Mən özümə deyərdim ki, mən artıq yavaş-yavaş MIT-ə doğru gedirəm, amma mən belə artıq elə bir dövrdəyik ki, junior hesab edilirəm. Çünki çox şey tələb olunur. Demirəm ki, çox texnologiyalar, toollar bilmək tələb olunur, amma o problemi həll etmək cəhətdən olsun, o sənə bir abstrakt problem verilibdir, o problemə necə yanaşarsan o cəhətdən olsun, sənin elə ki, beyninin biraz sürətli işləməsi falan gözlənilir. Ona görə bu bacarıqlar praktika ilə əmələ gəlir. Mən ancaq deyərdim ki, praktika edin. Bol-bol praktika edin. Instagramdan bir bloger tanıyıram. Bitirən kimi, türkdür, türk bir qızdır, bitirən kimi işə qəbul oldu. O qədər çox mobil applicationlar yazırdı ki, o qız. Yəni hər gün bir şey yazırdı, orada paylaşırdı. Ona görə bitirən kimi də əvvəla Belçikada təcrübə proqramı keçdi, bitirən kimi də Türkiyədə onu işə götürdülər. Praktika nə qədər çoxdursa, bir o qədər yəni fürsətin artmış olur. Mənim komandamda da görmüşəm, məndən yaşca, neçə yaş kiçik bir iş yoldaşım var. Mən doktorantura bitirmişəm, o sadəcə magistr bitirib. O qədər çox applicationlar falan var ki, onları yazıb da, satıb da, ondan pul da qazanıb, həm də ki, təcrübə qazanıb. Ona görə deyərdim ki, praktikaya fokuslanın, nəzəriyyədə ilişib qalmayın. Deməyin ki, mənə heç kəs təcrübə proqramı vermir, iş vermir, bəs mən necə edim? Layihələr, ideyalar çoxdur, eləmək olar. Bir də ingilis dilini inkişaf etdirin. İngilis dilini geri plana atmayın. Yəni onu birinci kursdan öyrənin, qoyun kənara. Azərbaycan və Avropa təhsilinin müqayisəsi. Bizdə Azərbaycan təhsilində nələri edirlər ki, o ciddi bir boşluq yaradır tələbələrdə və sonra onlar kursa getməli olur. Və yaxud da ki, 4 ilin sonunda artıq düşünürlər ki, onlar heç bir bazar tələbinə cavab vermirlər. Biz nəzəriyyədə çox ilişirik. Biz hədsiz dərəcədə nəzəriyyə ilə məşğuluq. Proqramlaşdırma dərslərində praktika deyilən şey yoxdur. Söhbət belə deyim, çoxluğun birinci, sonuncu elementini dəyişməkdən getmir. Bunları bunları eləyirik. Amma bir layihə işləmək, həqiqətən bir layihə işləmək, mən gedim onu işləyim, gətirim müəllimə göstərim, bax müəllim mən buralarda ilişmişəm, nəyə fikir verim. Onlar yoxdur bizdə. Mən demirəm otursunlar bizlə kod yazsınlar. Amma bu praktikaya yer verilməlidir. Dərslər sadəcə nəzəriyyə üzərində qurulmamalıdır. Ən ciddi fərq budur. Və səncə bəs necə eləmək lazımdır ki, universitet tələbəsi əlavə kursa getməyə ehtiyac duymasın? Elə bu məktəbdə də var. Bizdə məktəb dövründən başlayır, hamı hazırlığa gedir. Çünki məktəb təhsili düşünürlər kifayət eləmir. Onlar imtahandan keçə bilməyəcək. Sonra gəlir universitetə davam edir, əlavə kurslara gedirlər. IT, nə bilim, gündə bir kurs çıxır, onu bitirməyə çalışırlar, həm onlayn, həm offlayn. Necə eləmək lazımdır ki, bu təhsildə köklü dəyişiklik olsun və kursa ehtiyac olmasın? O bir və yaxud da bu tendensiya Avropanın özündə də varmı? Mənim rast gəldiklərimdə yoxdur. Yəni Avropada bir kursun elanı sənin rastlaşıq olmayacaq ümumiyyətlə hardasa. Bannerin görmüsən. Bootcamplar falan qarşıma çıxır. Aha. Amma da nə cürə bootcamplardır da. Yəni sən oranı qutaranda artıq yəni çox yaxşı vəziyyətdə olursan və çox rahat iş tapa bilirsən. Həmçinin çox bahalı bootcamplar olur. Amma çox da elə qarşıma çıxmır. Bahalı məsələ nə qədərdir? Sən baha nəyə deyirsən? Məsələn, mən baha nəyə deyirəm? Məsələn, 1500 evro olurmu? Çox olur. Aha. Və buna dəyir? Mənə elə gəlir ki, dəyir. Çünki yenə bir dənə tanıdığım bir nəfər var ki, o bootcampı bitirib, amma necə bootcampda? Gecə-gündüz yəni işləyirlər. O oranı bitirdikdən sonra Google işə qəbul olub. Elə bootcamplardan söhbət gedir. Və onlar da baha olurlar. Aha. Amma o adam, yəni IT təhsili almamış insandır. Aha. O insanlar üçündür. Yəni adətən universitet tələbələri lazım olan bilikləri, bacarıqları artıq olmuş olur universiteti bitirdikdən sonra. Növbəti sualım gender məsələləri ilə bağlı olacaq. Avropanın göstəricilərinə görə ümumi qadınlar texnologiya sektorunda 26-28% təşkil edir, sırf İKT-də. Data və AI-də nisbətən faiz yüksəkdir, 30%-in üzərindədir, amma Dünya İqtisadi Forumunun statistikasına görə isə ümumilikdə sistemdə bütün dünya üzrə cəmi 28% qadınlar təşkil edir. Bax, Avropa görmüş insansan. Avropada vəziyyət necədir? İşlədiyin yerdə gender balansı nə qədər qorunur? Yəni bu sənin həqiqətən ürəyincədirmi? Və səncə əgər azdırsa səbəbi nədir? Mənim işlədiyim, hal-hazırda işlədiyim yerdə və işlədiyim yerlərdə hamısında xanımlar çox az olub. Və mənim işlədiyim komanda Canon R&D-də Venlodan söhbət gedir. Rumıniya ofisində xanımlar daha çoxdur, niyəsə.
Venlo ofisində yeganə bizim komandadır ki, xanımlar çoxdur. Niyəsə xanımlar yığılıb bizim komandaya. Neçə nəfər? 5 nəfər xanımdır, 3 nəfər bəydir. Amma əvvəl əksinə idi. Bizim komandaya niyəsə xanımlar gəlir, bilmirəm. Komanda rəhbərinin o cəhətdən çox şanslıdır, çünki çox daha məsuliyyətli olurlar xanımlar. Əslində bizim oğlanlarımız da çox məsuliyyətlidir də, amma Məncə bu kanalın tələbidir. Bəs departament rəhbərləri necədir? Kişilər üstünlük təşkil edirmi? Mən bircə dənə departament rəhbəri xanım tanıyıram. Yerdə qalanları hamısı bəylərdir. Azərbaycanda da vəziyyət aşağı-yuxarı eynidir. Səncə ümumiyyətlə İKT-də qadınların az olmasının səbəbi nə ilə bağlıdır? Elə özümüz. Elə məncə özümüzük. Özümüz deyənə nə problemlər var ki, biz düşünürük ki, biz ora layiq deyilik. O yerə layiq deyilik, o bacarıqlara malik deyilik. Biz bir şeyləri batıra bilərik, bir şeyləri xarab edə bilərik. Oğlanlar bizdən daha qabiliyyətlidir. Hətta mənim çox eşitdiyim uşaq vaxtı şeylər vardı. Oğlanların beyni qızların beynindən iti olur. Elə bir elmi məqalə ilə mən rastlaşmamışam. Araşdırmışam və güvənilən mənbə olmayıbdı. Elmi məqalələrə əsasən elə bir şey yoxdur ki, yəni məsələn oğlanların sağ beyin yarımkürəsi daha yaxşı işləsin, sol daha yaxşı işləsin. Elə bir məqalə yox imiş, mif imiş. Mən elə gəlir ki, biz çox düşünürük bir qərar verənə qədər ki, məsələn bir vakansiya var, mən ora müraciət edim, etməyim, mən edim, etməyim deyə düşünərkən bir bəy artıq ora müraciət edir. Yəni baxır ki, bir 50% uyğundur, deyir ki, edim də, qəbul olaram, olmaram da. Bir də özlərindən belə ölüyə bilərəm falan kimi danışırlar. Daha cəsarətli və özgüvənlidir. Daha cəsarətlidirlər. Mənim komandamda məndən 2 ay öncə başlamış bir oğlan var. O da impostor sendromundan əziyyət çəkir əslində. Sən bayaq mənə sual verdin, mən düşündüm onu tapdım ancaq. O da özü ilə tam razılaşa bilmir, düşünür ki, komandaya tam kömək edə bilmir. Eyni vəziyyətdəyik. Amma bir tapşırıq veriləndə mən daha çox tərəddüd edirəm. O məndən daha az tərəddüd edir. Halbuki o hal-hazırda bakalavr təhsili alır kompüter elmləri üzrə. Mən artıq neçənci təhsili bitirmişəm. Mənim ondan təcrübəm daha çoxdur. Amma o da tərəddüd etsə də məndən daha az tərəddüd edir. Ona görə düşünürəm ki, əsas problem özümüzük. Biz özümüzü ora layiq görmürük. Bəs səncə ailə həyatında olan sonradan yaranan xoş problemlər necə əngəl ola bilirmi? Məsələn, mən heç bir bəyə bu sualı verməmişəm ki, tutaq ki, karyeranda irəliləyərkən və ya da xaricdə magistr oxuyarkən uşağı nə etdin? Amma mən sənə bu sualı verirəm. Bunun özü məncə elə müsbət problemlərdən biridir, amma həm də bizi geri atır. Hansı ki, Dünya İqtisadi Forumunun statistikasında biz gəlib 28% təşkil edirik. Əslində, sən bunu mənə deyəndə mən indi başa düşdüm ki, mənə insanlar bəzən sual verir ki, bəs uşağı nə edirsən? Mən də deyirəm ki, bağçaya verirəm də, nə edəcəm? Deməli, ona görə soruşurmuşlar ki, bəs uşağı nə edirsən? Mənə elə gəlir ki, sadəcə evdəki vəziyyət deyil, ətrafdakı vəziyyət də biraz bizə təsir edir. Hər kəs dəstək olmur. Hər qardaş məsələn bacısına dəstək olmur qabağa getməsinə. Hər ata qızına dəstək olmur. Hər həyat yoldaşına dəstək olmur. Olanlar da var, amma olmayanlar daha çoxdur. Bu məncə mənfi təsir edir. Bəzən olsa belə tam mənada dəstək olmurlar. Biz keçən ay Rumuniyaya getdik. Bizim komandamızın bir hissəsi Rumuniya ofisində, Timişvarada. Mən məsələn getdim. Mən də bir yerdə İranlı bir xanım işləyir. Düzdür, onun uşağı daha körpədir. O gələ bilmədi körpəsinə görə. Əslində yoldaşı dəstək olan bir insandır, amma gələ bilmədi. Dedi ki, mən gələ bilməyəcəm. Çünki uşaq ana istəyir. Çünki uşaq ana istəyir. Mən düşünürəm ki, indi yaxşı, onun yoldaşı Rumuniyaya getməli olsaydı, gələ bilməzdi. Böyük ehtimal gedəcəkdi. Amma o xanım gedə bilmədi. Və istər-istəməz mənim komanda rəhbərimin beynində artıq biraz belə şey oldu ki, gəlmədi. O düzdür, dedi ki, hə, problem deyil filan, ona dedi onu. Amma biz artıq Rumuniyadayken dedi ki, nə, gəlmək istəmədi də. Güya ki, başa düşür əslində. Deyiri başa düşürəm səni də. Amma o ona artıq bir mənfi olaraq yazıldı. Yəni, bu da gələcəkdə, məsələn, o xanımla məni müqayisə edəndə artıq mənim komanda rəhbərim fikirləşəcək ki, Günlar özünü öldürsə də gəlir, Bakı dəfə getmişik, Günlar artıq uşağını hər cürə qoyur, gəlir. Yəni, mən çox narahat gedib gəlirəm əslində Rumuniyaya gedəndə.
Amma o xanım uşağını seçdi. Mən onu qınaya bilərəm? Yox, qınaya bilmərəm. Kaş mən də seçə biləydim. Kaş mən də oğlumu qoyub getməyəydim. Mənim uşağım çox darıxdı o həmin 4-5 gündə. Həmin vaxt yoldaşın dəstək olurdu. Yoldaşım dəstək oldu. Bu dəfə birincidə yoldaşım dəstək olmuşdu, amma bu dəfə yoldaşım işləməkdi. Mamam yanımızdaydı. Mamam dəstək olmuşdu. Məsələn, o xanım İranlıdır. İranda bu dəqiqə vəziyyət elədi ki, o xanım valideyni də gələ bilmir. Yəni bu şeylər problemi yaradır. Və yaxud da ki, cəmiyyətdə olan məsələlər var ki, onlar problemi yaradır. Qınayırlar səni. Məsələn, mən deyirəm, mənə sual verir ki, bəs uşağı nə etdim? Bağçaya verdim. Düşünürlər ki, hə, bağçaya verir, yazıq uşaq. Pis valideyn. Uşaq xəstələnəcək. Uşaq xəstələnir də Hollandiyada hər gün onların burnunun suyu axır. Və yaxud da ki, Gülnar uşağını qoydu, getdi, neçə ay orada oxudu. Yazıq uşaq, o necə mamadır, o necə valideyndir. Bu tip şeylər deyilirsə, doktorantura təhsil alan kişiyə bu sual verilmir ki, uşağı nə etdin? Ata üçün də nə cür darıxan uşaqlar var. Məsələn, mənim atam oxuyurdu, mən artıq var idim, bakalavr təhsilini sonradan alıb. Mən o qədər darıxırdım atamdan ötürü. Amma yəni ola bilərdi ki, mənim atam getməsin. Mənim mamam təhsilini yarımçıq qoyub ailəsinə görə. Mənim atam həmin müddətdə gedib bakalavr təhsili alıb, mamam universiteti dayandırıb, atam gedib təhsil almağa. Mamam öz hesabına qəbul olub, atam ödənişli əsaslarla qəbul olunub. Amma atam təhsilini davam edir. Mənim mamam keçən il diplomunu əlinə aldı. Mamamın artıq bu il 50 yaşı olacaq və mamam təkrar universitetə hazırlaşdı, yenə öz hesabına qəbul oldu və bakalavr diplomunu hələ keçən il bu insan əlinə aldı. Dünən mənə tələbə biletini göstərdi, deyir ki, səncə bunu atım yoxsa qalsın? Deyirəm ki, dəlisən sən. Hara atırsan onu? O sənin əziyyətini də atma. Siz ailəlikcə həm belə irəliləməyə can atırsınız, təhsildə xüsusilə, həm də ki, cəmiyyətin gətirdiyi problemlərdən belə dırnaqlarınızla savaşırsınız. Yəni mənim ailəm ümumiyyətlə belə çox feministdir. Atama deyirəm ki, sən çox feministsən. Ata artıq feministdir. Yəni həqiqətən çox, yəni adam dəyişdi. Məsələn, heç bir oğlan tələbəyə demirlər ki, tutaq ki, Amerikada tutaq ki, fürsətin olsa da, mən sənə imkan verməyəcəm Amerikaya getməyə. Ancaq İsveçrə olmalıdır. Mənim atam deyir, bəzi ölkələrə bizə limit qoymuşdu ki, oralar olmaz, ehtiyatlı olun. Amma yəni fikirləri çox dəyişib. Nə yaxşı ki. Yəni cəmiyyətdə olan ümumi fikirlər, qınaqlar, sırf ana olmusan deyə qınaqlar və s. Məncə bütün bunlar hamısının qadınların bütün sahələrdə inkişafda geri salır. Sonra da podkastlarda çıxırlar və deyirlər ki, qadınlar bizdən daha zəifdir. Qadınlar bu sahədə beyninin falan yarımkürəsi yaxşı işləmir. O mübahisələri də edəndə o dəqiqə deyirlər ki, məsələn sən ağır bir şey qaldıra bilərsənmi? Söhbət artıq dönür buna. Fiziki gücə. Biraz yəni çətin mövzulardır. Mənim suallarım bu qədərdir. Sənin əlavə qeyd etmək istədiyin nəsə varmı? Ola bilər ki, ilhamlandırıcı bir söz ola bilər. Tələbələr üçün, yeni başlayanlar üçün və yaxud da xaricdə işə qəbul olmaq istəyənlər üçün. Belə deyim, mənim çox xoşuma gələn bir söz var. Bilmirəm onu kim deyibdi. Bəlkə də anonimdir, bəlkə də atalar sözüdür. Tam olduğu kimi deyə bilməyəcəm. Ulduzları hədəflə ki, göylərə çatasan. Zirvəyə çatmasan da, heç olmasa biraz göyə yaxınlaşasan. Mən ən böyük xəyalım Google-da işləmək idi və arzum buydu, ona fokuslanmışdım, amma çata bilmədim. İndi Canona çatdım. Əgər hədəfim Google olmasaydı, Canona da çata bilməzdim. Ona görə, yəni məsləhətim bu olardı ki, özünüzə limit qoymayın. Limitiniz olmasın ki, çox yuxarı bir yerə gəl çata bilin. Bunu deyə bilərəm sadəcə. Çox sağ ol. Mənim özüm üçün də böyük motivasiya idi sənin hekayəyə qulaq asmaq. Çox təşəkkür edirəm gəldin. Mən təşəkkür edirəm. Sənə ancaq bol-bol uğurlar arzulayıram. Çox təşəkkür edirəm.